Raul Mitev çox böyük səlahiyyət sahibiydi və çoxları Raul Mitevi görəndə pioner kimi əllərini cibinə qoyub, əllərini cibindən çıxarıb küncdə dayanan və yaxud da ki, onun tapışlarını eşidən, gözləyən və onu eşidən insanlardan ibarət idi, onun qoymuş olduğu kadrlardan ibarət idi. Artıq o şəbəkə demək olar ki, bitmiş üzrədir və nəsil etibarilə də o nəsildə sıradan çıxır. O ancaq imperiyanın tört töküntüləri var. O tört töküntüləri çıxdıqca dərhal götürülür, çıxdıqca xüsusi kartoteka var. Onların hamısı fabrik qurumların əlindədir. Lazım gələndə təhlükə törədəndə götürürlər, qandallayırlar, lazım yeri göndərirlər və s. Necə ki, Rusiyevin etdilər. Mən vaxtilə Süvət Süleyman deməli, baş nazir olanda onu qiyamçı, onu Azərbaycan dövlətçiliyinə və Rusun agentura şəbəkəsində Azərbaycan dövlətçiliyinə qarşı duran bir insan kimi Millət qəzetində müsahibə vermişəm 1994-cü il aprelində. Mən nazirə vəzirliyinin, o da baş nazir idi. Bizim aramızda böyük konfliktlər anda mən məzun olum, istifa verdim nazirə vəzifəsindən. Dedim o zamana sözümü. Ona birbaşa dedim ki, o Azərbaycan dövlətçiliyinə, Heydərliyevin siyasətinə qarşı gedir. Net kontraktların bağlanmasının əleyhinə gedir, çünki Rus bunu istəmir. İran bunu istəmir. Deməli, Süvət Hüseynov Rusiyanın agentura şəbəkəsinin içərisində yer alıb. O baş nazir ola bilməz. İstifa getməlidir. Açıq dedim onu. Qarşılığına gələndi. Süvət Hüseynov o zaman qılıncının tiyəsi də kəsirdi. Quldur oydu. Ayaz Mütəllibov getmişdi, onun da zamanında demişdi. Ramiz Metiyev demişdi, gəlib prezident olmaq istəyirdi, Moskvanın prezident eləmək istəyirdi. Hara gəlirsən prezident olursan? Prezident xalq seçməlidir. Xalqın da inamı, etimadı Heydərliyev idi. Heydərliyevin siyasi kursunu davam edən hakimilə gəlməliydi ki, o dövlət güclənsin, işə versin. Yəni eləməlidir də həmin dövrdə Azərbaycanın siyasi mühitində çox geniş bir popülyar siyasətçiyə çevrilmişdi. Mən də onun içində qalmışdım. Ona görə də təbii ki, digərlərindən fərqli olmayan açıq şəkildə Raul Mitevin üzərinə getdim və deməli, Nefsal qəzetində açıq müsahibəni onu xəyanətkar adlandırdım. Komandaya xəyanətdə dəyərləndirdim. Aramızda mübarizə getdi 20 ildən yuxarı. Və Azərbaycanda istəyəcəklər ki, Aydın Mütəllibov hakimdə gəlirdi, o da Ermənistan tayı. O da Rusiyanın forpostu. Sana bu lazım idi. Onun üçün 20 yanvarda qan toydu. Onun üçün 20 bin şəhid verdi. Onun üçün torpaqlarımızı 20%'ini işğala məruz qoyduq. O torpaq ona görə işğal oldu ki, bizim müstəqilliyimizi qabağına asınlar, Azərbaycanı özündən asılı edilsasınlar. Bunun yerindən Kreml idi, ermənilərin əli ilə. Çünki ermənilər kim idi? Ermənilərin mundirində Rus əsgərləri idi, qardaşım. Onların üzərinin jurnalistləri də bunu yazıblar vaxtilə. Nevzarov yazıb bunu, deyib bunu. Puskov xüsusi təyinatlarının əməliyyatları haqqında geniş sensasiyon doğru məlumatları vaxtilə 90-cı illərdə mətbuata gətiribdir. O Rus imperiyası bizi deməli, erməni mundiri altında iştiqalı ermənilərin ixtiyarına verdi. O 20% torpaqlarımızı. Bunun üçün də biz qan töydük. Bunun üçün də şəhid verdik ki, Ramiz Mitev gəlsin bu ölkəni təzdən Moskvanın vorposuna çevrilsin. Buna yol vermək olardı mı? Yox. Ona görə biz qabağa düşdük, getdik. Döyüşdük, vuruşduq.